Bebəklərim, salam, necəsiz? Ümidvaram ki, hər kəs yaxşıdır. Mən çalışıram, yaxşı olam. Dedim, sizə bugün rahat ortamdayam, günəşli bir ortamdayam. Arkadaş masasını günəşin önünə çəkib. Dedim sizə tarot kartlarımı, dəstələrimi göstərim. Niyə? Çünki bir dönəm mənim dəstələrim həqiqətən az idi. Amma zaman keçdikcə bu kolleksiyaya dönüşə biləcək həddə gəlib çatdı. Ona görə düşünürəm ki, əlimdə olan ən çox istifadə etdiyim dəstələri sizə göstərim. Çünki həm mən bilirəm, açılım eləyəndə insanlar mənə kartların şəklini görmək istədiklərini deyirlər. Həm kartların şəkli, dizaynı onların diqqətini çəkir, həm də həqiqətən maraqlı ola biləcəyini düşündüyüm üçün belə bir kontentlə qarşınızdayam qardaşlar. Deməli, neyləyirik? Mən böyük dəstələrimi bir yerə qoymuşam. Bax belə. Bu mənim böyük dəstələrimdir. Hansının mənim üçün həqiqətən yaxşı təsir bağışladığını, mənə əlimdən tutduğunu, mənim yanımda olduğunu, məni dəstəklədiyini, mənlə uyumlandığı ilə bağlı danışacağım bir növ. Bunları məcazi mənada istifadə edirəm arada. Eyni zamanda da klassik dəstələri sizlə bölüşəcəm. Bu videodakı məqsəd bilsiz nədir? Həm tarot baxa bilən insanlar yeni dəstə almaq istəyirlərsə, bundan məncə yararlana bilərlər. Eyni zamanda mən açılımlarımı hansı dəstələri istifadə edərək edirəm, bunu görmüş olarsınız. Eyni zamanda da maraqlı olacağını düşünürəm. Bu aralar özünüz bilirsiniz, mən bu YouTube kanalını açandan demək olar ki, kollektiv videolar çəkmişəm. Bundan bir öncəki mənim sildiyim hesabımda hər şeylə əlaqəli video var idi. Vaxt elədikcə fərqli fikirlərimi sizlə bölüşəcəm və yaxud da bu tip fərqli kontentlərlə önünüzdə olacam. Mən düşünmürəm ki, Azərbaycanda öz tarot dəstələrini bir-bir göstərən biri var. Varsa da mən də onlardan biri oluram və bunlar məncə azacıqdır. YouTube-da ən azından. Arkadaşlar, evdən boğduğum gülümdən, arxadakı rəsmimdən, Günelin rəsmidir bu. Bunu da hələ bitirməmişəm. Yağlı boyadı. Dedim, gəlim. Arxada məncə qəşəng görsənirlər. Burada bir dənə də gül var. Arkadaş bugün gözəl görsəndiyini düşünür. Uşaqlar, deməli bu arketip kartlar dəstəsidir. Hansı ki bu bir türkcə tərcümə dəstədir. Bu dəstə nədir? Bu dəstə necə bir dəstədir? Sizə arxasını, önünü göstərim. İstədim masanı göstərim. Sonra istədim özümü də, mimikalarımı da görəsiniz. Deməli, belə açılır dəstə. Sizə hər birisi barəsində 1-2 dəqiqə əsaslı məlumat verəcəm, şəkillərini göstərəcəm. Ondan sonra keçəcəm bir digərinə, çünki video çox uzun olmasın. Video elə olsun ki, yemək yeyəndə 2 dəfə yemək yeməlik video olsun. Deməli. Bax, belə bir dəstədir. Arxası bu formadadır. Bircə dəqiqə. Arxası bu formadadır, önü bu formadadır. Fərqli rəngləri var, fərqli kartları var, çox maraqlıdır, şəkilləri çox maraqlıdır. Bax, əlimə şeytan qovucu gəldi. Bu şaman arketipidir, səhv eləmirəmsə. Baxın. Deməli, bu dəstə nədir? Bu arketiplərə əsaslanır, Karlan arketiplərinə əsaslanır və bu daha bir qadın, bircə dəqiqə, adı nə idi bu qadının? Karolin. Karolin hanımefendi götürüb Karlan arketiplərini istifadə edərək bir dəstə ərsəyə gətirib. Hansı ki bu dəstədə bir deməli arketipin həm yaxşı yönü, həm də negativ yönü var. Burada yazıb olumlu nitelik, gölgə nitelik. Bir dəstə tamamilə bu tip tərtib olunub. Amma biz bunun hansının pozitiv, hansının negativ olduğunu elədiyimiz açılımdan görürük. Bax, məsələn, görün nə gözəldir. Mənim şəxsən ürəyim açılır bu dəstəyin açılım eləyəndə. Fərqli kartları var. Birində çəkim sizə göstərim. Məsələn, dalaverici var burada. Görün necə rahatdır, necə gözəldir. Özdə qarışdırmaq da zövq verir insana. Bu dəstə mənə nə qədər kömək edib? İlk başda bununla əlaqəli danışım. Bu dəstəni mən həqiqətən fərqli bir baxış açısı olaraq görmüşəm. Fərqli bir bizə prizma sunur, fərqli bir qapı açır. Amma o kart atdı. Həvəsli kart atdı. Baxın, göstərdim bunu, səhv eləmirəmsə sizə. Həm rəsm çəkir, həm
bir işlə məşğuldur, həm oturub, həm kitab oxuyur, həm çiçəklərlə məşğuldur, həm yemək bişirir. Baxın, çox gözəl bir kartdır. Burada tanrıça kartı var, məsələn, bu da üstə çıxıb. Kartın gözəlliyi şaka midur. Məncə çox gözəldir. Siz nə düşünürsünüz? Bu dəstə mənə kömək edibmi? Eləyib. Sadəcə bu dəstə mənim ən son aldığım dəstədir deyə bilərəm. Şəxsən özümün aldığı ən son dəstədir. Və ona görə bu dəstəni öz şəxsi açılımlarımda zaman-zaman istifadə edirəm ki, mənlə uyumlansın. Uyumlanırmı? Uyumlanır. Amma sanki mən hələ bir balaca dilini başa düşməmişəm. Yəni mən onu anlayıram, yoza bilirəm, yorumlaya bilirəm. Sadəcə bir balaca daha zamana ehtiyac var sanki mənim bu kartla bağlantı qurmağım üçün. Necə ki, bir kitabı oxuyarsınız, məlumat əldə edərsiniz, amma o kitaba alışmamış olarsınız. Bir müddət sonra o kitaba alışmış olarsınız. Bax, tam olaraq ondan bəhs edirəm. Bu dəstə belə bir dəstədir. Arketiplərə əsaslanır. Bir mövzunun həm yaxşı, həm pis tərəfi ilə bağlı bizə məlumat verir. Həm də ki, keyfiyyətli dəstədir məncə. Xoşuma gəlir bu tip korobkası olan səliqəli dəstələrdən. Çünki korobka nə qədər səliqəlidirsə, bir o qədər də içindəki kartlar səliqəli qalır. Deməli, bu mənim tarota yeni başlayanda aldığım bir dəstədir. Eşqin Silüeti adında bir dəstə. Silüet deməli, kölgə kartlarıdır. Üstündə kölgə tipli şəkillər var. Baxın, arxası belədir. Önü isə belədir. Silüet deyəndə bunları nəzərdə tutur. Məsələn. Baxın, görün nə şirindir. Altında mənaları var. Məsələn, aşk ilə ilgili güzel haberler. Olumlu sonuçlanacak bir konu. Beklenmedik gelişmeler kapıda. Bir mesaj, telefon görüşmesi. Mucizelere inanın. Bu da size bir günün kartı tipli olsun. Baxın, belə bir dəstədir və bu dəstəni mən nə qədər istifadə eləmişəm. Bu dəstə mənim ilk başlarda aldığım, tarota yeni başlayanda aldığım, öz təbii ki, tarotdan qazandığım parayla aldığım ilkin dönəmlərdə bir dəstədir və mənim üçün yeri ayrıdır. Sadəcə sevgi mövzularında, sevgi durumlarını başa düşmək üçün istifadə elədiyim bir dəstədir. Niyə? Çünki bu dəstə eşqlə əlaqəli bizə daha ətraflı məlumat verir. Eşqlə bağlı da adı. Eşq üçün nəzərdə tutulub. Ona görə saf, gözəl, tatlış eşqlər istəyəndə və yaxud da sizin sualınız bu yöndə olanda mən bunu istifadə edirəm. Bu da belə bir dəstədir. Bir an bilirsiniz nəyi düşündüm? Arada bir sakit oldum. Bilirsiniz nəyi düşündüm? Fikirləşdim ki, görəsən kartların üstündə daha çox dayanmalıyam, daha detal verməliyəm. Sonra da düşündüm ki, zaman gedir və necə, yəni axar olmağı məncə daha yaxşıdır videonun. Nəinki qaldı bir müddət bir kartın üstündə olmağımız. Deməli, bu necə bir dəstədir? Sizə göstərməyi unuttum. Dişi enerji dəstəsidir. Bunun da qutusu vardı. Qutunun olmağı yaxşıdır, çünki dəstə yaxşı qalır. Baxın, belə bir dəstədir. Buranı bir balaca yandırmışam. İstəmədən olub. Bu dişil dəstədir və bu da rəngləri əhatə edən bir dəstədir. Bütün rənglər var hardasa demək olar. Bu dəstəni mən niyə sevirəm? Bu dəstə bizə dişil mövzularla bağlı o qədər kömək edir. Münasibətdəki durumları başa düşmək üçün. Bəzi insanlar olur ki, partnerinin nə hiss elədiyini, nə düşündüyünü anlamır. Bu dəstə o qədər bizə köməkçi olur ki, həm öz hiss elədiyimizi anlamaq, həm qarşı tərəfi anlamağa, anlamlandıra bilmədiyimiz məsələlərdə o qədər çox yol göstərir ki. Məsələn, verimli kabul. Nə olduğunu və ya olmadığını kabul et. Bu dəstə bizim hər hansısa bir enerjini alıb qəbul eləməyimizdən və var olanı qəbul eləməyimizdən bəhs edən bir dəstədir. Dəstə deyil, kartdır. Ağzım arada çaşa bilər, üzürlü sayın. Gözəl şəkilləri var və bu rəsmlər əllə çəkilib. Əllə çəkiləndən sonra kart halına gətiriblər. Sonsuz nakarat. Bir durum sən onu dəyişdirənə qədər təkrar kəndini yenilər. Bax, belə bir gözəl kartdır. İlin fərqli fəsillərini təmsil edir və ilahi axarı, əfəndimə söyləyim, həyat yolunu və fəsillərin bir-birini izləməsi ilə bağlı olan bir dəstədir. Bunu necə sizə çatdıra bilərəm, onu düşünürəm. Bu dəstə çox belə, necə deyim sizə,
həyat axarını, həyat yolunu göstərən bir kartdır və kartı düzəldən xanım deyir ki, deməli bu indigo rəngi olan kartlar var. Bu kartlar spesifikdirlər, yəni ki, digər kartlardan fərqlənirlər. Niyə? Çünki bunlar daha çox həyatda olan, daha çox həyat dərsləri, karmalar, bax bunlarla bağlı olduğunu deyirlər. Bu arada gözlərim yavaş-yavaş belə olmağa başlayır, çünki günəş çıxır. Məsələn, birini də çəkim. İçindeki küçük ses. İçində hər zaman bir çocuk vardır. Ona saygını sesini dinləyərək göstər. Məsələn, bax belə bir kartdır. Niyə bizə kömək eləyir? Bir insanın hisslərini, düşüncələrini anlamaq münasibəti toparlaya biləcəyimizə şərait yaradan bir durumdur. Mən niyə cümlə qura bilmirəm? Niyəsə birdən-birə cümlə qura bilməməyə başladım. Ona görə insanı həm sakitləşdirir, üzürlü sayın bu arada. Çox uzun zamandır video çəkmirəm. Niyəsə belə bir donma gəldi mənə. İnsan axı öz-özünə danışanda bəzən dona bilir. İndi siz bunu izləyirsiniz, düşünürsünüz ki, məsələn, bir növü video izləyirsiniz, amma videonu çəkəndə insan özü duruxa bilir bəzən. Bilirsiniz, bu dəstə şəfalandırıcı bir dəstədir və bizə öz kitabçığında, hətta burada kitabçıq olmalıdır, sizə göstərim. Bunu da bayaq göstərəcəydim, unutdum. Bu qırmızınındır. Bu da dişi enerjinindir. Burada bizə, hətta açım göstərim sizə. Verimli kabul. Baxın, tam da bizim öz kartımızın, bayaq çəkdiyim əlimə gələn kartın, deməli, anlamı ilə əlaqəli mesajı, rəngi, enerjisini, daşlarını və bitkilərini, eyni zamanda bu mövzu ilə əlaqəli bu kart çıxıbsa bizə nələr edə biləcəyimizlə bağlı məlumat verən bir yazıya sahibdir. Məsələn, mavi doğaçlamadan bahseder. Bir oyun gibi. Yaşam, doğaçlama yapmak ve hayatının başyapıtını yaratmak için içindeki gücü bulmanı isteyen sürprizler ve felaketler, sahneler. Manzarayı bir parmak şıklatmasıyla değiştirmek çok fazla adaptasyon ve hepsinden öte büyük bir kabullenme gerektirir. Böyle bir şeyler. Hatta burada görsel yorum da var. Olasılıkların uçsuz bucaksızlığına dalmış olarak kendini hayatın büyüsüne ve onun çoklu olasılıklarını açıyorum. Her şeyde kendimi büyüttüğüm ve beslediğim için olacaklara tamamen açığım. Zaman, uzay ve kaynak benim için en iyi olanı bilir. Ahence bırakmak, ahara bırakmak. Bunu tam olarak anladıktan sonra artık direnmiyorum ve güzel olanın bana gelmesine izin veriyorum. Her şeye açıq olmaq, var olanı qəbul eləmək və onunla yaşamağı öyrənmək tipli bir enerjidir bu dəstə kartı. Arada dəstə deyə bilərəm, həqiqətən ağız alışqanlığıdır dəstə. Bu kartımız, bu dəstəmiz də tam olaraq belədir. Bunu mən çox sevirəm. Bu mənim həqiqətən çox köməyimə çatan, emosional olaraq özümü anlamağa və insanları anlamlandırmağa kömək edən, hətta açılım etdiyim zaman ən çox yaxşı geri dönüş aldığım dəstələrdən biridir. Demək ki, dəstənin ən yaxşısı, ən keyfiyyətlə və düşünülərək deməli, ortaya çıxmış olandır. Digər dəstələr bir o qədər bunun yerini verməyə bilir. Çünki bu sadəcə bir mövzu üstündə düşünülüb, ətraflı məlumat sahibi olunub, ondan sonra ərsəyə gətirilmiş bir dəstədir məncə. Bu dəstə mənim minimum 2-3 il həyat yolunda mənə çox kömək olub. Yəni ki, o qədər çox, türklər demiş, öyrəti var ki içində, o qədər çox məsləhət var ki, bir kartda oxuyursan onu, bir dəfə o mesajı alırsan, bir digər vaxt yalnız olduğun zaman və yaxud da fərqli bir zamanda olduğundan oxuyursan, deyirsən ki, bax mən bu cümləni fərq etməmişəmmiş. Axı bir kitab dəfələrlə oxunanda fərqli nöqtələri fərq eləməyimizə kömək edir. Bir növü bunun öz kitabçığı da, eyni zamanda kartları da bizə çox kömək edir. Bu barədə də belə bir fikir bəlli eləmək istədim. Sonra burada Rumi dəstəsi var. Rumi dəstəsi bizə Ruminin sözlərini ələ alaraq deməli, məlumat çatdırmaq istəyən bir dəstədir. Belə açılır. Qılıc üçlü. Deməli, bu Rumi dəstəsi ilə çox mənim fərqli
xatirələrim var. Çünki dostlarıma Rumi dəstəsindən çox açılım eləmişəm. Rumi bizə atalar sözü kimi məlumat verir. Məsələn, gəlin bir dənəsini sizdən çəkək. Kartları qəşəng qarışdıraq. Çox uzun zamandır bu dəstənin bununu istifadə eləmirəm. Bu dəstənin bununu niyə elə deyirəm? 2 dənə Rumi dəstəm var. Biri budur. Hansı ki bunu mən almışdım. Bir digərində dostum mənə verib. Bircə dəqiqə. Baxın, biri budur. Bu mənim əl dəstəmdir. Daimi istifadə elədiyim Rumi dəstəmdir. Bir digəri isə çox spesifik anlarda istifadə elədiyim Rumi dəstəmdir. Baxın, bu daha təmizdir. Bunu çox az istifadə eləmişəm çünki. Məsələn, bəzən insan oturur deyir ki, bugün gözəl bir açılma edeyim, bugün təmiz, hani daha saf enerji hiss edirəm. O zaman bu dəstəni istifadə edirəm. Haydi bakalım. Sizə bir kart çəkimi anın enerjisində. Kadehlerin padişahı. Mutluluk kılıcıyla zevcem olacak bir yari kurtaracağım. Çox qəşəng mesaj verdi. Kupa kralı sevgi kişisindən bizə bəhs edir. Sevginin kişisindən, sevginin deməli, sevgini yaşamağı və yaşatmağı bacaran bir kişidən bəhs edir. Sevgi enerjisində olmağı bacaran bir kişidən bizə bəhs edir. Bu kişi eyni zamanda, yaxşını dedim, bir digər deməli mənalarını da deyim. Bu kart eyni zamanda, yəni kupa kralı, sevgilərini dilə tökməkdən bəzən çəkinən və yaxud da göstərdiyindən sevgini daha çox içində olan bir kişidən bizə bəhs edir. Kupa kralı əgər pozitivdədirsə çox yaxşı bir insandır. Bunu da sizə deyim. Baxın, belə bir kartdır. Məsələn, birində çəkim daha bizə məlumat verici olsun. Toprak güveninə sadıqdır. Baxın, belə bir dəstədir. Deməli, Ruminin bəzi kartları var ki, orada bizə məsləhət verir. Məsələn, əlimə düşdü qarışdırarkən. Bunu götürdüm. Baxın, belə bir kartdır. Dinarların 8'lisi. Kendini küçümseme. Allah'ın gözündə dəyərlisin. Tam olaraq belə mesajlar verir və bu çox xoşuma gəlir. Həqiqətən çox fərqli baxış açısına sahibdir. Kartın deməli dəstənin kartları çox fərqli baxış açısına sahibdir. Dəstə çox yaxşı hazırlanıbdır. Mən hər dəstəni bəyənmirəm. Üstündə əgər işlənibsə, fərqli fikirləri bizə çatdıra bilirsə, bizə fərqli qapılar aça bilirsə, bizə fərqli baxış açıları verə bilirsə, mən o dəstəni çox sevirəm. Bu dəstə də mənim yanımdan ayırmadığım, məndə çox ayrı yeri olan bir dəstədir. Eyni zamanda bu dəstənin də sizə kitabını göstərmək istəyirəm. Bu kitabı o qədər açıb oxumuşam ki, aradan kağızlar tökülübdür. Deməli, Rumi Tarot. Aydınlık bir kalp. İlahi özlemin mistik ateşinin ötesinde, sufi huzur yolunda gizemli bir maceraya atılın. Mevlana'nın zamanının ötesindeki fikirler sizi aşkın ve güzelliğin yüce hakikate ulaştıracağı bir dünyaya götürecek. Ünlü sanatçı ve bilim insanı Nigel Jackson kitap boyunca Sufi geleneğinin zengin tarihini araştırıyor ve her bir tarot kartının sembolik anlamının ilham verici yorumunu sunuyor. Mistik ve en derin içeriği sayesinde Rumi tarot aracılığıyla ruhsal yolculuğunuza başlayabilir ve kalbinizdeki kutsal bilgiyi uyandırabilirsiniz. Bakın, bu da belə bir kitaptır, onunla bağlı. Məsələn, burada bizə badəm qapısı açılımı, 12 ev açılımı var. Burada bizə kartları necə açacağımızdan bəhs edir. Bu dəstə sayəsində necə deyim sizə? Bu dəstə sayəsində necə təfəkkür əldə edə biləcəyimizi, necə məlumat ala biləcəyimizi, məsləhət ala biləcəyimizdən bəhs edir. Və random bir deməli səhifə açım sizə. Kadehlerin 8'lisi. Ey aşıklar, dünyayı terk etme zamanı. Cennetin davulu ruhumun kulağında çalıyor. Bax, belə bir... Oy, düşdü aradan. Belə bir yazıya sahiptir. Yenə düşür aradan. Burada anlamı və kartın tərs gəldiyi zaman nə mənaya gələ biləcəyi ilə bağlı bizə məlumat verir. Və kalp gözünün açılması. Kalbin zikir çekme, manevi erdemi, geliştirme ve diğer ezoterik teknikler yoluyla orijinal aynaya benzer yarı
saydamlığına ve parlaklığına ulaşması, yani kalbin cilalanması gibi geleneksel sufi yöntemleriyle gerçekleştirilir. Kalp gözü her şeyden önce içe ve görünmeyen gerçekliğe saf içgörü, basiret yetisidir. Merkezinde göz bulunan kanatlı kalbin görüntüsü, aşkın mistik yolunu ve nihai hedefin kalbin gerçek arzusuna ulaşmasını sembolize eder. Geleneksel olarak büyük dokuzlu ve dilek kartı olarak da bilinir. Bu kart ayna gibi Es-Samet ilahi sıfatının niteliğini ve güzelliğini, tüm ihtiyaçları karşılayan ve mutlak bolluğa sahip olanı yansıtır deyir. Bax, belə bir gözəl anlatım şəkli olan dəstənin kitabıdır. Mən bu dəstənin kitabını çox sevirəm. Mənim üçün çox anlamlıdır. Hətta o qədər dərin haqqında danışmaq istəyirəm ki, sadəcə bir digərinə keçmək istəyirəm. Bu arada fərq elədim ki, kiçik-kiçik danışsam belə, mən böyük ehtimal ki, digər kartları parça-parça şəklində sizə sunacağam. Niyə? Çünki artıq 20 dəqiqə olub, hətta mən çox danışmaq istədiyimin 5də birini, danışmaq istədiyimdən daha az danışdığım halda. Baxın, bu EBOB kartıdır. Bu dəstə mənim, yenə deyirəm, bu dəstə mənim girib işə girdiyim, iş sevmədiyim yerdə işlədiyim bir aylıq bir dəstə ala bilmək üçün. Və maaşımın 4də birini verdiyim bir dəstədir arkadaşlar. Onu həmişə deyəcəm, çünki mən bir dəstəyə bu qədər pul vermərəm. Amma bu dəstə həqiqətən çox gözəldir. Mən o qədər xoşlayıram ki, asil görsənən dəstələri. Oy. Baxın. Çox xoşlayıram. Çünki çox səliqəli görsənir, səliqəli qalır. Bu dəstə sadəcə eşq üçün nəzərdə tutulub. Açaq. Hop. Sevirəm də kartları. Açaq. Deməli, dəstənin arxası belədir. Dəstənin önü belədir. Fərqli rəsmləri var. Məsələn, şam, mum. Bu da türk dəstəsidir. Türk dəstəsi deyil, türk dilinə çevrilmiş bir dəstədir. Random bir kart, sözləşmə kartı. Lady kartı. Bu ən saf qadın enerjisi daşıyan bir deməli kartdır. Bu tutku kartıdır, yahut kartıdır. Bu açar, anahtar, problemlərin həlli ilə bağlı olan bir kartdır, anlama gələn bir kartdır. Məsələn, sizə göstərmək istəyirəm, çünki bunu sevirəm. Bu nə idi? Ölüm. Bir şeylərin artıq bitdiyini və bizə xidmət etməyənlərin gedib bizə xidmət edən şeylərə yer açdığını bəlli edən bir kartdır. Bu mənaya gəlir. Savaş. Savaş problemlərlə bağlı bir kartdır. Efendime söyleyeyim. Münasibətdə hər hansısa bir çaxnaşma olduğu zaman çıxır və yaxud da həyatımızda çaxnaşma çıxan zaman çıxır. Strategiya kartı. Daha planlı, proqramlı və stratejik insanlardan bizə bəhs edir. Baxın, belə bir dəstədir. Bu dəstə mənə nə qədər kömək eləyib? Bu dəstə mənə həqiqətən sevgi həyatında fərqli bir baxış açısı qazandırıb. Eyni zamanda sizə bunun kitabını da göstərim. Hop, EBOB-un rəhbər kitabı. Mən bu kitabı sevirəm. Bu kitab çox yaxşıdır. Bircə dəqiqə açım göstərim. Məsələn, burada savaş və dost kartı var. Bunların haqqında bizə məlumat verir. Deməli, sizə ilk başda onu deyim ki, bu dəstənin öz hekayəsi vardı və bu hekayə əsasında bu kartlar vardı. Məsələn, sizə belə deyim, mən o hekayəni oxumuşam. Hekayədə böyük bir saray vardı. Sarayda baş verən durumları, saraydakı insanların xarakteristik xüsusiyyətlərini bizə verir və biz saraydakı insanların xarakteristik xüsusiyyətləri ilə açılım edirik bir növ. Məsələn, açılım edirik və Lady çıxır. Saraydakı ən saf, ən belə, necə deyim sizə, yaxşı niyyətli qızdır və sevgi ilə və yaxud da münasibətlə bağlı çox məlumatı olmayan bir qızdır. Belə sizə deyə bilərəm. Çox içdən bir qızdır. Məsələn, dəyirmən və ölüm kartı çıxıb. Bu ikisi də ilahi axarın, efendime söyleyeyim, bizə cümlə qura bilmirəm. İlahi axarın bizə gətirdiyi məsələlərlə əlaqəli bizi ayıltan bir kartdır. Arada fərqli cümlələr qura bilərəm. Həqiqətən ağlıma gəlmir cümlə. Qurduğum yerdə birdən
durma olur. Duraqsanıram, boşluq yaranır. Niyə bilmirəm. Və hər dəstədə olmur bu. Halbuki çox istifadə etdiyim və çox sevdiyim bir dəstədir. Amma sizə onu deyim ki, bu dəstə mən nə qədər çox sevsəm belə, özəl, spesifik anlarda istifadə elədiyim, həqiqətən sevgi enerjisi daşıdığım anlarda istifadə elədiyim bir dəstədir. Kömək olarmı? Məncə kolleksiyanın gözəl bir parçası ola bilər, amma siz deyən bir o qədər möhtəşəm iz qoyan bir kart deyil. Deməli, amma yenə də daşımağa və istifadə eləməyə dəyər məncə. İnsana fərqli baxış açıları verir. Sonra sizə nə deyə bilərəm? Mənim böyük dəstələrim bu qədər idi. Artıq 25 dəqiqə doldu. Mən bunu parça-parça eləməyi düşünürəm. Düşündüm ki, hərəsi haqqında 1-2 dəqiqə danışım, amma kartlar elədir ki, haqqında daha dərin və gözəl danışmaq istəyirəm. Ona görə hiss eləməyin daha önəmli ola biləcəyini düşünürəm. Daha yaxşı olacağını, daha yaxşı şəkildə məlumat verə biləcəyimi düşünürəm. İlk başda hərəsi haqqında kiçik-kiçik danışmaq istədim, amma indi baxıram ki, hələ mən 5 dənə dəstə haqqında danışmışam və 25 dəqiqə tamam olub. Ona görə mənə də anlayış göstərsəz sevinərəm. Və öz şəxsi düşüncələrinizi rəylərdə gözləyirəm. Dəstək olaraq da kanala abunə ola bilərsiniz, videomu bəyənə bilərsiniz, şəxsi düşüncənizi bəlli eləyə bilərsiniz. Və mənim bu dəstələr arasında ən çox sevdiyim və istifadə elədiyim dəstə bu 2 dəstədir. Mən zaten dedim sizə, Rumi Tarotla Dişil Enerjinin məndə yeri ayrıdır. Bunlar hər nə olursa olsun, hər mövzuda mənə kömək eləyə biləcək 2 əsaslı dəstələrdən biridir. Bunu biləsiniz. Yəni, hər sualın cavabını sizə yaxşı şəkildə verə biləcək bir dəstədir, Dişil və Rumi. Deməli, mənim açılımım deyil, mənim kartlarımı göstərdiyim video bu qədər idi. Sizi öpürəm. Hər vaxtım olanda bir digər parçasını çəkəcəm. Məndən nə gözləyərdiniz, nələr istəyərdiniz, bunlarla bağlı fikirlərinizi gözləyirəm. Sağ olun, salamat qalın. Öpdüm. Qapat.